18 Junior Martins, 17 Iron Gomis ve 19 Salif Usuma baş məşqçi. İşarə verildi və oyun başladı. Kəpəz-Zirə Misir Premyer Liqasının 32-ci turunun oyunu kimi Zirənin daşıya biləcəyi bir inam var. Herhalde əksinin baş verməsi üçün hər hansısa bir əsas görünmür və indi Zirə hücumdadır. İsa Cibriyeva cərimə meydançasında ötürməsini verir. Papunaşvili zərbə müdafiəçilərdən qayıtdı. Papunaşvili topu saxlaya bilmədi. Hava ötürməsi qapı qarşısında uzaq dirək istiqamətində Ruan Renat'ın çox güman ki düşünmüşdü. Qismət Aliyev amma top Ruan'ın başı üzərindən keçdi. Amma Zirədə qaldı. Daha bir ötürmə cərimə meydançasına. Başla zərbə Ruan'dan top qapının üstündən keçir. İlk cəhdə olmasa belə ikinci cəhdə bunu etdi. Lakin top qapının üstündən keçdi. Ruan çox məhsuldar mövsüm keçirir. Xüsusilə mövsümün ikinci yarısını. Bu arenada keçirilən ikinci dövrənin oyununda. İsa Cibriyeva sol cinahda topladı. Junior Martins, Salif Usuma ilə paslaşdı. Martins! Rogelio Santuş'un üzərinə gəldi top. Növbət dəfə yaxşı divar paslaşması gördük. Kəpəz futbolçunun ifasında ümumiyyətlə hücum kombinasiya. Yaxşı pasajı burada Suma. Junior Martins, Suma və Rogelio Santos topu tutur. Təkrar ötürmələr, divar paslaşmaları çox yaxşı qurulub. Həqiqətən də hücum oyunu Zirədə və bugün bu özünü bariz şəkildə göstərir. Son zərbələrdə sol cinaha ötürməyə İsa Cibriyeva hər zaman kimi burada dəstək verir hücuma. Cibriyeva ötürməsi qapı qarşısına uzaqlaşdırılır top. Qaydan topda birinci olan İsmail İbrahimlidir. Iron Gomis. Papunaşvili. İbrahimli. Cibriyeva. Öndə Şahverdiyev. Cibriyeva'dan birbaşa qapıya və top tirdən qaydır. İzləyək son epizodun təkrarını. İmkan varkən. Rogelio Santuş'un da bu çox gözlənilməz bir gedişat oldu. Sadəcə toxundu mu topa Rogelio bunu? Bax, bu rakursunu yəqin ki görərik. Bəli. Səhv görmədimsə Rogelio Santuş'un toxunuşu var idi. Bəli, Rogelio Santuş'un seyvidir bu. Onun irəli ötürməsi Salif Usuma topa çatdı. Suma. Junior Martins cərimə meydançası top gözləyirdi. Suma'nın ilk ötürməsi geçmədi. İkinci cəhət. Martins. Papunaşvili bir-birinə mane olur Zirə futbolçuları. Lakin topu itirmirlər. Papunaşvili. İsa Cibriyeva. Zərbə və Rogelio Santos. Bu dəfə də keçid vermir. İsa Cibriyeva'nın zərbəsi ilə yekunlaşan epizodun təkrarıdır. Yenə də tamamilə sərbəst, nəzarətsiz qalmışdı Cibriyeva cərimə meydançasının daxilində. Və bu vəziyyətlərdən çox yaxşı istifadə edir Nigerli futbolçu. Və Zirə təhlükəli hücumu Papunaşvili. Uzaq məsafələrdən də zərbə vurmağı bacarır Papunaşvili. Buna nümayiş etdirib. Buna qədər dəfələrlə liqamızda, həmçinin hətta Kəpəz niyyətində. İkinci yarısında parlayan Zirə futbolçusu. İsa Cibriyeva'dan ötürmə qapı qarşısında Utsek. Topa çata bilmədi. İsa Cibriyeva. Rafael Utsek. Utsek mərkəzə meyləndi. Cibriyeva'ya topu qaytardı. Cibriyeva'dan yerlə ötürmə. Suma! Salif Usuma! 0-1. Buna qədər oyunda heç reyliyyatda qalmayan Salif Usuma 64-cü dəqiqədə Zirəni hesabda önə çıxartdı. Sürətli bir hücum sol cinahla. Cibriyeva'nın ötürməsi Suma istiqamətində və Suma'nın qolu 11-ci qol Salif Usuma'nın ifasında. Şəriksiz liderə çevrilir Salif Usuma. Zirənin bombardilər sırasında biz Turan Manafovu elə-belə görmürük. İri planda hər şey onun qeyrdəyə götürməsindən sonra başladı. Zirə hücuma çıxdı isə Cibriyeva cinahla irələdi. Qapı qarşısına ötürmə verdi. Salif Usuma ilk baxışdan sanki uğursuz topu qəbul etdi, amma yekunda topun havaya qalxması əksinə ona üstünlük qazandırdı və top havadaykən ona qarşılanmaz zərbə indirdi Salif Usuma. Amma mən Turan Manafovun səhvi ilə yanaşı həm də Paçun hərəkətini qeyd edərdim. Paçu bilsəydi ki, bu hücum sonda belə nəticələnəcək, topu heç meydanda saxlamağa səy göstərməzdi. Papunaşvili saxladı topu İsmail İbrahimli üçün. İsmail'dan dərhal əli.
İsa Cibrila. Yox, Salif Sumadır bu. Suma sürət yığır. Suma! Rogerio Santos. Dublə imza atmağa çox yaxın idi Salif Suma. Alınmadı. Oyunun ilk 60 dəqiqəsində heç nə əleyhətdə qalmayan Salif Suma 5 dəqiqə ərzində dublə imza ata bilərdi. Suma 11-ci qolunu vurdu. Bununla da o bombardilər cədvəlində, ümumi liqamızın bombardilər cədvəlində mübarizə aparmaması həmin anda önəmsiz bir detal kimi görünsə də yekunda nəticəni müəyyənləşdirə bilir. Hava mübarizəsi, qaydan top uzaqlaşdırılır. Və hücum şansı yaranır indi Zirədə. Salif Suma sürət yığır. Suma qapıcı təpədə. Sumanın zərbəsi Santos. Qaydan top Eldar Quliyev. Qapı boşdur. Ötürmə verdi Eldar. Ceyhun Nuriyev lakin yox. Gecikdi, vaxt itirdi. Hər şey bax buradan başladı. Kəpəzin kornerindən Elçin Əlicanov topu uzaqlaşdırdı. Ceyhun Nuriyev topa çatdı. Ötürmə verdi Sumaya. Sumanın önündə boş bir meydan var idi. Bu məsafəni qət elədi. Qapıcıya qədər çatdı, amma sadə primitiv bir zərbə indirdi. Gəlin razılaşaq. Bəlkə danışmaq asandır əlbəttə ki, amma burada az qala uçunu itirdi bir anlıq Rogerio Santos. Görə bu tendensiyaya sadiq qalacaqlar mıyım? Qismət Alıyevin zərbəsi və top tirdən qayıdır. Çox yaxın idi Qismət fərqlənməyə. Hücum davam edir. Aydın Gomis. Zebli və bu da Əli Əliğayevin final Zirə 1-0 hesabı ilə Kəpəzi səfərdə 32-ci turun oyununda məğlub edir. Bir sportla yaşaya bilərsiniz. Son epizodun təkrarı, tirdən qayıdan top və bizim reportajımız yekunlaşır. Amma qısa aradan sonra tamaşaçılar flash müsahibələr olacaq. Hər iki komandanın baş məşqçisi isti-isti oyundan sonra fikirlərini bizimlə bölüşəcək. Odur ki, kanalı dəyişməyin.